Qış mövsümündə xəstəliklərin yayılması yay ayları ilə müqayisədə niyə fərqlənir? Qış aylarında ətraf mühitin temperaturası aşağı düşür. Əlbəttə ki, bir stres faktoru olaraq fərdlərə təsir edir. Eyni zamanda heyvanlar mütəxəssislər, fermerlər baxımsız bir şəraitin yaranmasına zəmin yaradırsa və heyvan saxlanan binalarda zoogenik tələbata cavab verən şərait təmin olunmur. Belə olan halda heyvanlarda orqanizmanın rezistentliyi düşür aşağı, xəstəliklərə meyillik artır. Makroorqanizmlərdə, heyvanlarda onların aidiyyatı olan dəri örtüyü və selik qişalarında mövcud olan xəstəlik törədiciləri aktivləşir. Çünki selik qişaların və dəri örtüyünün ümumiyyətlə orqanizmanın bioloji reaktivliyi, onun rezistentliyi zəiflədiyinə görə xəstəliklərə meyillik artır. Xüsusilə də respirator infeksiyalar, körpələrdə mədə-bağırsaq infeksiyaları, dəri boğunun törəmələrinin xəstəlikləri və s. müxtəlif səbəblərdən bu dediyim amillər əsas verir ki, deyək ki, qış aylarında heyvanların infeksion xəstəliklərə həssaslığı yay aylarına müqayisədə daha yüksək olur.